Aprelin 8'inde Bakıda ve Abşeron yarımadasında hava değişken bulutlu olacak. Arabir tutulacak, əsasən yağmursuz keçəcək. Doğru Xəbər Azərbaycan Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12, gündüz 15-17 dərəcə isti, atmosfer təzyiqi isə 758 mm civə sütunu təşkil edəcək. Sabah Naxçıvanda da gün ərzində hava arabir tutulacaq, bəzi yerlərdə çiskin olacaq, əsasən yağmursuz keçəcək. Temperatur 13-14 dərəcə isti gözlənilir. Aprelin 8'i əksər rayonlarda da hava yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağ-ətəyi və dağlıq rayonlarda qısa müddətli yağış yağacaq, şimşək çağacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağma ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək. Temperatur gecə 9-12, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz isə 13-18 dərəcə isti olacaq.